Təxminən 2 gün qalan taxıl çorbası xüsusilə də matlaşmış, yəni səmənləşmiş dənələrlə hazırlanmış çorba hazırlanmışsa həmin bu çorba sehirli bir dönüşə məruz qalırdı. Nə olurdu? Havadakı o yabani mayalar çorbadakı şəkəri mayalandırıb alkola çevirdiyi müşahidə olunur və bunun üçün də alkola çevirdiyi üçün də şorba biraz köpürür və xoş bir sərxoşluq verirdi. Qısacası taxıl şorbası pivəyə çevrilirdi. Yenə də insanların dodağına dəyən ilk alkol, pivə yox, başqa bir içecek miydi deyə düşünmək olar, sual vermək olar. Belə bir sualı da cavablandıraq ki, pivə kəşf edildiyi sırada insanlar meyvə və ya bal saxlamağa çalışdıqlarında meyvə suyunun, yəni şərabın, balla suyun, yəni bal likörünün təsadüfən mayalanması ilə az miqdarda əlbəttə ki, alkol meydana çıxırdı. Ancaq meyvə mövsümlükdür, bilirik və asanlıqla xarab olurdu. Yabani bal isə məlumdur ki, məhdud miqdarda əldə edilə bilərdi. Həm də təxminən hardasa miladdan öncə 6000-ci illərdə ortaya çıxacaq olan çömləklər olmadan şərab və likörü uzun müddət saxlanmaq hardasa mümkünsüzdür. Mümkün deyildi ümumiyyətlə və pivə isə bolca olan və asanlıqla saxlanıla bilən taxıldan hazırlanırdı. Həm də hər ehtiyac olduğu zaman güvənli şəkildə və istənilən miqdarda hazırlamaq mümkün idi. Pivənin çömləyin tarix səhnəsinə çıxmasını gözləməyə ehtiyacı yox idi. İçi yer saqqızlı sıvalı səbətlərdə, daha sonra dəri torbalarda, içi oyulmuş ağaclarda, daş qablarda, böyük qabıqlarda və s. hazırlana bilərdilər. Hətta bilirsiniz, qabıqlar Amazon hövzəsində 19-cu əsrə qədər yemək bişirmək üçün istifadə olunmaqdaydı. Hətta yenə də çoxunuz da bilirsiniz ki, bu bilinən bir şeydir ki, Finlandiyada günü bu gündə ənənəvi pivə olan onların sahti içi oyulmuş ağaclarda mayalanır. Pivənin keyfiyyəti isə sınama, yanılma yolu ilə inkişaf etdirildi və qədim pivəçilər daima eyni qabdan istifadə edilməyin daha güvənli olduğunu gördülər, daha güvənli bir nəticə verdiyini gördülər.